Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu khayru nasirin ve mu'in. Ve sallallahu ala seyyidina Muhammedin ve ehl-i beytihi tahirin. Ve la'netullah ala a'daihim a'da'allah ila liqa'illah amma ba'd. Allahumma vaffiqna lima tuhibbu ve tarabba. Biz keçən dəfə Burhan-ı Fitri ilə tanış olduq. Düzdür, dinlənən bəzi əziz və möhtərəm qardaşlardan yazmışlar nəfər məktublarda ki, mesajlarla ki, bəs Azərbaycanda bu Allahı qəbul eləməyənlər fitrətin özünü də qəbul eləmirlər. Biz başqa xüsusi dəlillərə keçilsin dərslərdə. Birinci budur ki, biz dünənki bəhsdə diqqət edin, işarə vurduq. Fitrəti qəbul eləyən ola bilməz. Əvvəla dedik ki, Allahı qəbul eləmək, yəni inkar eləmək, bu şey yoxdur. Dedik, fəqət iqrar eləmir ateistlər. Onun bəhsi. Fitrət üçün də biz o sözü dedik ki, fitrəti də hamı qəbul edin. Fitrəti mümkündür, bir adam zahirdə inkar eləsin. Amma dedik, o iki dənə hal var ki, o iki dənə halla üzləşdikdə fitrət istər-istəməz həmin adama qayıdır. Biri budur ki, dünən keçən dərsdə dedikdə, əli hər şeydən üzülsün, ona misallar da çəkdik, Quran ayəsi də getirdik, İmam Sadiq Avadan da Bəhardan rivayət getirdik. Fərz budur ki, bu adam çox tərsdir, güya ağıllıdır. Belə adamı fitrəti qəbul eləməyən əslən ağlı işləməz. Onlar həmişə bunu sərihən burada deyirəm. Hər kəs ki fitrəti qəbul eləmirsə, yəni insan olmağını qəbul eləmir. Yəni, biz dedik axı fitrətin mənası, fitrətin istilahı mənası da, lüğəvi mənası da budur ki, insanın ilk şəkli, yəni insanlıq şəkli. Əgər bu insanlıq şəklini qəbul eləmirsə, onlarla da nədir? Bundan əqli dəlil də əslində düşmür. Fərz budur ki, əqli dəlil, əvvəla biz onu deyəcəkdik, bizim dərslərdə var idi bu. Yəni, bizim dərs silsiləmizdə bu şeylər var. Bugünkü bəhsimiz həmin o kəslər ki, iddia edirlər. Əvvəla iddia edirəm, qəbul eləmirəm. Bu bir sözdür ki, söhbət budur ki, qəbul eləməməyin dəlili deyilər. Ağıllı adam dəlil getirər, istidlallı məntiqini. İşimiz yoxdur. Zəbə dedi ki, bunu qəbul eləməyin ağlı yoxdur. Ondan nə istəyirlər, nə dəlil istəyir. Amma özünü ki, ağıllı kimi bunları aparırlar, bunlara biz bu günləri inşallah dəlillərdən və mühüm dəlillərdən biri də Burhan-ı illi, yəni illət burhanı. İllət burhanının biz neçə də məsələ ilə tanış olacaq. Onu tanış olandan sonra bu məsələ bizim üçün çox rahat həllini tapacaq. İllət nədir? İllət, yəni mövcud, illət özü də bir mövcuddur. Tərifinə baxaq. Yəni bir varlıqdır ki, səbəb olur başqa bir vücudun, varlığın yaranmasına, meydana gəlməsinə. Yəni, illət özü bir varlıqdır. İllət mücərrəd bir şeydir. İllət varlıqdır. Bu hələlik təriflərdir, indi keçəcək bəhsə. İllət varlıqdır, səbəb olur başqa bir varlığın vücuda gəlməsinə, yaranmasına, meydana gəlməsinə. Buna deyirlər illət. İllətindir. Məlum nədir? Başqa bir mövcud tərəfindən bunun həyata gəlməsi, başqa bir mövcud tərəfindən həyata gələn. Məlum olur, bu da olur məlul. Yəni, illətlənmiş. Yəni, bunun illəti var tərkini. Bu, öz-özündən deyir. Bu, dünyaya, bu vücuda gəlib başqası tərəfindən. Məlum oldu. Bir illət var, bir məmur. İllətin tərifi bu oldu ki,
illət özü mövcuddur, varlıqdır. Onun vasitəsi ilə başqa bir varlıq vücuda gəlir, həyata gəlir, meydana gəlir. Məlul nədir? Başqası tərəfindən meydana gələn, vücuda gələn, həyata gələn. İllət özü də iki cürdür. Bir illəti naqis deyərlər, bir illəti tam deyərlər və yaxud başqa cür illəti müqəyyəd, illəti mütləq. Bunlar nədir? İkisi də eyni şeydir, iki cür adlanır. İlləti naqisdir, illəti müqəyyəd buna deyərlər ki, bu illətdir başqası üçün, amma özü də başqasının məlunudur. Məsələn, mən bir nəfərin atasıyam, onun vücuda gəlməsinin səbəbi mənəm, illəti. Amma baxmayaraq ki, illətəm, əsl illət deyiləm mən. Mən naqis illətəm, mən qeydili illətəm, müqəyyədir. Mənim də tüm illətim var, illəti olan illətəm. Qeydlənib bu, başqa bir illət. Mənim də atam var deyə vücuda gəlmişəm. Bu cür. Bunlar, bu ikinci dəstəki dedik ya, bu illəti naqisə, illəti müqəyyədə, buna əsli illət deyilməz. Buna əsli illət deyilməz. İllət mütləqə və illəti tam nədir? Odur ki, özü illətdir hamı üçün, özünün illəti yoxdur. Baxın, bunu burada tutsuz, axırda bir qərb dünyasının fəlsəfəçisi John Harsberg'in bir dənə işgal var, ona cavab verəcək. Və bugün Azərbaycanda bu dillərdə gecən məsələn bəzi o bisavat, ağıldan kəmlərin sözləridir ki, onlara cavab verəcək. Baxın, diqqət edin. İlləti tam, illəti mütləqə əslində illətdir. Özü illətdir. Bəs bir şey illətdirsə, demək məlul deyil. Məluldursa, diqqət edin, illət deyil. Bu şeyləri tutun. Bir şey illətdirsə, həqiqi illətdirsə, bu demək özü məlul deyil. Deyəcək idi ona. Məluldursa, həqiqi illət deyil. O ki dedik naqis illət, o ki dedik biz məsələn müqəyyət illət, bu əslində illətdir. Belə görsənir ki, bunun illətidir. Əsl həqiqətdə özü illətdir, özü məluldur, üçün özü də illət istəyir. Özündə illəti var göz qabağında. Məlum. Bəs bu əslində ikinci qism o müqəyyədə, o məsələn illəti müqəyyədə, illəti naqisə ki ad verirlər, bu əslində illətdir, özü məluldur. Amma nisbətdə bu nədir? İllət adlanır. Buna nisbətdə bu illətdir. Nisbidir bunun illət adı. Həqiqətdə illətdir. Bəs həqiqətdə illətdirsə, bəs illət məlum nədir? İllət başqa bir şeydir, məlul başqa bir şeydir. İllət başqa bir şeydir, məlul başqa bir şey. Məlum oldu. İllətin tərifi budur ki, illət o şeyə deyərlər ki, dedik ki, onun vasitəsi ilə başqa bir dənə varlıq vücuda gəlsin, var olsun, həyata gəlsin. Amma o bir məlul nədir? Başqasının varlığın vasitəsilə vücuda gələn. Başqa varlıq. İndi illət məlulu bildik. Fəlsəfədə illəti 4 qismə bölüblər. Bunu məntiqdə də oxuyacaqsınız, fəlsəfədə də. Yenə də mühüm bir şeydir. Amma yenə də ünvan təbərrükən təyyəmmündən deyirik bunu. İlləti bölüblər 4 hissəyə. Biri budur ki, illəti faili. İlləti faili ki, bir şeyin vücuda getirən özü. İkincisi, illəti qaim. Məqsəd, o failin məqsədi var, hədəfi var bir şeyi vücuda getirməkdə. O hədəf özü də bir illətdir. Gəlir, bu da olsun, deyirlər. Yəni, illəti tamı vücuda gəlmək üçün bu 4 dənə olsun.
Məlum oldu. Biri illət-i failisi olsun. Məsələn, biz insan dünyaya gedib Allah. Allahın öz vücudu bizim illət. Allahın bizi yaratmaqda hədəfi var. Bu özü də illətdir bizim vücuda gəlmək. İllət-i maddə deyərlər, maddə. İllət-i maddə nədir? O şeylər ki, o məlulun yaranmasına, vücuda gəlməsi üçün lazım olan şeylərdir, maddi bir şeylər. Onlar özləri də illətdir bunun vücuda gəlməsi. Bir də illət-i suri deyirlər. İllət-i suri budur ki, o şəkilə ki düşür, bu şəkilə düşmək, bu fəlsəfədə deyirlər, feiliyyətə keçməsi, artıq bunun canlanması özünün illətidir. Bu da özünün illətidir. Düzdür, bunların hamısı bu illətlər özündən xaric bir şeydir. Məlum, budur. Bu, yəni, yadımızda saxlayın. İndi məsələ budur. Baxaq görək ki, aləmdə, məsələn, biz insanlar illətik ya məlul. Görürük ki, ən aşağısı budur ki, ata-ana tərəfindən dünyaya gəlmişik. Düzdür? Biz özümüz illət görürük. Məluluq. Məluluqsa bir illətləri ki, göz qabağında görürük, ata-ana. Hətta bizim ata-ana tökdür, baba, nənələr, babalar, nənələr, ilə axı ta Adəm Həvva. O tərəfdə də gedəcək. Biz görürük ki, biz özümüz illət görürük. Və hətta bunun cavabı illətin vücudu özündən olar. Onu inşallah dəlil, vacibəl vücud, dəlil mümkünən vücud bəhsini keçəndə vücudu, dəlil-i vücud bəhsində o açıqlanır inşallah. Buradan, əgər mən özümün illətiyəmsə, mən ha vaxt istəsəm dünyaya gələrdim. Mən ha vaxt istəsəydim, hansı formada istəsəm olaram. Bu şeylər məndə deyil. Yəni, özümün illəti ola bilmirəm. Ən aşağısında, məlulam. Amma özümün də illəti deyirəm ki, çünki istəsəydim mən uşaq olmazdım. İstəsəydim həmişə cavan qalardım. İstəsəydim dünyaya gəlməzdim. İstəsəydim dünyaya gələm. Görün, məndə deyil. Qıraq təsir var. Demək, mən özüm məlulam. Təsirin nəticəsində məndə bu proseslər gedir. O təsir ki var, mənə gəlir bu mərhələlər, proseslər gedir. O təsiri göndərən illətdir, mən özüm məlum. Aləmə baxaq, özümüzdən kənara. Məsələn, bəzilər deyirlər ki, dünya özü hələ illətdir. Bir dənə bu qaydanı yadda saxlayaq. Bu, əqli qaydadır. Bunlar dinlə, məzhəblə əlaqəsi, ideologiya ilə, dünya görüşlə əlaqəsi olmayan bir şeydir. Əqli şeylərdir bu dedikləriniz. Hər kəsin əqli var, bunu qəbul eləmək məcburdur. Bu əqli olmayan düşümüz yoxdur, bizim xalqətimiz də deyil bizim. Ağıllı insanla danışır, o ağıldan kəmlərlə danışır. Əgər bir şeydə dəyişiklik olursa, bir şeydə dəyişiklik olur, İstir insan olsun, istir insandan başqa aləm, dünya, qıral şeylərdən. Bu dəyişikliklərin olması ki, sabitdir. Görürsün, dünyanın ən aşağısı fəsillər, günəşin bir dəfə bir yerdən çıxır, bir dəfə bir yerdən, ay o cür günlər, onunla təyin olunur, saatlar, işim onda yox. Yəni, aləmdə dəyişiklik gedir, yaşıllaşma gedir, məsələn, indi payızdır, soldur, töküldü, güllər, yarpaqlar, indi birazdan qar gəlir, dəyişikliklər gedir. Yəni, bir şeydə ki, dəyişiklik gedirsə, bu ehtiyaclı varlıqdır. Yəni, dəyişməyə ehtiyacı var. Kamil bir şey heç vaxt dəyişməz. Məsələn, süfrəni ha vaxt sən dəyişirsiniz. Amma süfrə salır, məsələn, xanımla. Qonaq gələcək, sən gəl deyirsən ki, xanım, onu o tərəfə qoysaydın daha yaxşı olardı. Bu dəyişikliklər nəyin səbəb oldu? Yəni, nöqsan var burada. Ən aşağısı mənə görə nöqsan var, bu dəyişilsin. Aləmdə görür ki, dayanmadan dəyişikliklər var, dəyişmələr var. Məlumdur ki, nöqsan var burada. Dəyişikliklər nöqsanı aradan qaldırmaq üçündür. Demək, aləmdə və bizim özümüzdə dəyişikliklər gedirsə, mən uşaq olaram böyük və elə axır. Aləm də o cür
Bəs məlum olur ki, dəyişikliklər var. Dəyişikliklər varsa nöqsan var. Nöqsan varsa bu özü mə'luldur. Bu nöqsan aradan qalxmaq üçün təsir lazımdır buna. Qırağdan üçün özü bunu həll edə bilmir. Qırağdan təsir ki, gəlir buna, həmin o təsirə illət deyir, illəti həqiqi, illəti vaqi. Məlum oldu. Bəs illəti vaqi, illəti həqiqi bu nədir? Amma görür ki, aləmin hamısında bu dəyişikliklər var. Bu dəyişiklik nöqsandırsa, bu özü əgər özünün illətidirsə, aləm dillər özünün illətidir, partlayış vasitəsində nə oldu? Bu dəyişikliklər ki, bunda gedir. Əgər bu necə özünün illəti ola bilər ki, onda dəyişikliklər gedir. Dəyişikliklər nöqsanlığın əlamətidir. Biz onlar boş şeylərdir, fərziyyələr, qiyməti olmayan bir fərziyyələr. Bu dəyişikliklər var ki, bu özünün illəti ola bilməz. Çünki dəyişiklik gedirsə, bunun özü mə'luldur, bunun üstündə proseslər gedir. Amma bu dəyişiklikləri aparan həqiqi illətdir. İndi yaxşı. Burada iki dənə nəzəriyyə olacaq. Bu iki nəzəriyyəndə batildir. Biri budur ki, dövr nəzəriyyəsidir. Dövr nədir? Dövr budur ki, dövr nəzəriyyəsi budur ki, eləmir ki, bu barmağın, məsələn, bunun illətidir. Bu dövrdə iki hissəyə bölünürlər. Dövr səri, dövr qeyri səri. Bunu düşünün. Bu barmağın yaranmasının səbəbidir. Bu da bunun yaranmasının səbəbi ola bilər. Məlum oldu. Bunlar deyilər ki, bu bunun səbəbidir, bu da bunun səbəbidir. Yəni, dövrə vururlar. Bu özü məlumdur, ağıl sahibinin yanında bu nədir? Butlanlığı, batilliki məlumdur. Niyə? Bu buna səbəbdirsə, bu buna səbəb ola bilməz. Necə? Çünki bu səbəbdirsə, bu bundan sonra gəlir də. Çünki səbəb budursa, bu ilkdir, bu sonradır. Sonradan gələn necə ilk o? Bir şey həm sonrada olsun, həm məsələn, yəni bir, ikinin illətidir, iki də birin illəti. İki, bir dör axı, bir, ikidən qabaqdır. Bir, ikiyə illət oldu, başa düşdü. Amma iki, birə illət olmaq üçün gərək iki birdən qabaq keçsin. Halbuki, iki, birin məqlulu idi. Yəni, birində qabağa düşmək, sonraya qalmaq, o qaydasına görə bu alınmır. Çünki sonraki gərək qabağa düşməlidir. Halbuki bu özü məqluldursa, sonra gəlməlidir. Bu, bunun illəti olması üçün sonradan gərək bundan qabaq keçməlidir. Bir ki, həm zaman cəhətindən geridə qalan olsun, həm zaman cəhətindən əvvəllər düşən olsun, bu qeyri-mümkündür ağıl cəhətdən. Həm əvvəl olsun, həm son olsun, ağıl bunu qəbul eləmir. Ağıl sahibinin yanında bu qeyri-mümkün. Doğru bunu baxdır. Biz doğru illət mə'luldakı doğru, yəni bunlar deyirlər ki, təbiət bizi yaradır, biz də təbiət. Təbiət bizi yaradır ki, öz nöqsanlığını həllələsin, biz də təbiətdəki təbiəti yaşadırıq. Ondakı nöqsanları. Yəni bu doğru buradan getirirlər də, doğru bundan sonra təbiət bizi yaradır, biz də təbiətə həyat veririk. Bu ola bilməz. Bu qeyri-mümkün. Qalır ikinci məsələ. İkinci məsələ nədir? Təsəssür. Bu təsəssür nədir? 1, 2-ni yaradıb, 2, 3-ü yaradıb, 3, 4-ü yaradıb, 5. Ta belə o tərəfə sonsuzluğuna, ya da bu bir tərəfə gedəyim. Məni atam yaradıb, atamın illəti onun atasıdır, onun atasının illəti onun atasıdır. Ta gedir dayanmadan. Hara gedir? Nə bilim, hara gedir. Hər şeyin illəti var. Hər nə də oldu, onun bir illəti var. Yaman. Biz deyirik ki, məsələn, bu da batildir. Niyə? Düzgündür əqli cəhətdən. Sonsuz bir yerə dayanmadan gedə bilməz.
Bir illət məlulunun tərifinə görə, illəti, naqisə, tamma söhbətinə görə dedi ki, bunlar əslində illət deyil ki. Nisbətdə bunları illət götürmüş. Əslində həqiqi illət deyil ki. Bu birlərin vücuda gəlməsinin əsli illəti hanı? Sən onda deyənməlisən. Bunlar nisbətdə biz bunları illət götürürük və illa atam mənə nisbətdə illət sayılır. Əslində illət həqiqi doğru. Çünki özü məluldur. İllət dedik, məlul ola bilməz. İllət məlul olursa, məlul başqa şeydir, illət başqa bir şey. Yoxsa hələ ikisinə də eyni ad qoyma mənası olmazdır. İndi diqqət elə. Və ikinci də bu silsilə ki var, təsəlsüldə. Bu silsilə özləri əl-qərəz ta illət axtarırsan da sonsuzluğa verir. Heç dayanmır, gedir. Ehtiyac var. Həqiqi ehtiyac ödəyən tapıldı bunlara. Həqiqi bunların vücuda getirən tapıldı. Yox. Biz bunlar hələ özləri ehtiyacda qalıblar. O ola bilməz ki, ehtiyac olsun. Ehtiyacın ödənilməsi olmasın. Onun bir təsəssür qaydası nədir? Batildir buna görə. Onlar kimi hər şeyin illəti var, onun da illəti. Xüsusən bu təsəssürlü Avropada o John Harsberg bunu, məsələn, bu işğalı getirir. O da bundan şübhədə bundan ibarətdir ki, siz ki, müsəlmanlar demiş, hər bir şeyin illəti var. İllət də, məsələn, sonda gəlib deyanmışsınız Allahda, bəs Allahın illəti nədir? Allahın illəti nədir? Allahı kim bilir? Bizi Allah yaradı. Bəs Allahı kim yaradı? Axı sən diqqət elə sözə. Əvvələ sən Allah kim məxluqdur. Məxluq olsaydı yaradan axtarardın. Bu bir. İkincisi, əgər sən Allahın özünü getirib mə'lul elədinsə, sənin nəzərində ki, bu özüdən illətdir, nisbi illətdir. Mənim atam kimi, atamın atası kimi. Nisbi illətdir, bu həqiqi illətdir ki, bunda diyandım məsələ. Həqiqi illət olmur bu. Diqqət elə, həqiqi illət alınmır bunda. Çünki bunun özünün də sənin bir dənə illəti olsun. Və təsəssürdə dedi, niyə? Çünki ehtiyac varsa, ehtiyac neyi müqabilində oldu? Ehtiyacın ödənilməsi müqabilində. Burada yoxdur ehtiyac ödənilən. Çünki sonsuzluğa kimi gedir. Buna görə bu batil, bu düşüncə, əqli düşüncədir. Bu illət qaydasına adiyyəti də yoxdur bu düşüncə. Çünki Allah illətin nisbi deyil ki, gərək deyək ki, biz onda illət olsun. İllətin nisbi o vaxt olur ki, Allah özü mə'lul olsun. Mə'lul yəni vücuda gəl. Biz deyirik ki, Allahın illəti özündəndir. Allahda dəyişiklik yoxdur, kəmaldır, son nöqtə. Və ehtiyac edilən bir şey yoxdur bunda ki, kimsə bunun ehtiyacını ödəsin. Əsli həqiqi, vaqi illət odur. Yerdə qalanlar hamısı onun mə'lullarıdır. Allahda bir illət məsələsi Allahın yaradan kimidir. İllət mə'lul olsun bu qanunları dedik, amma qəşəng bir dənə misalı da var bunun. Doğru bilmirsən. Tarixdə belə bir nağıllarda danışıblar ki, nağıllarda da deyirsə, uşaqlar, yəni bunu hətta uşaq da qəbul edir. Deyir ki, çox olub belə hadisələr. Keçən bir İslam Peyğəmbərinə misal çəkdim ki, o qadın misalı bıraxdı. Yəni, bunun hərəkətə keçmiş səbəbi mənimsə, balaca bir şeyin, biz bu boyda bizim də hərəkətə keçməyimiz səbəbi olmalıdır. Çünki biz ehtiyac, hardan bildirik? Çünki biz ehtiyaclıyıq. Amma Allahdan öşküyanırıq. Çünki onun ehtiyacsızdır. Heç nə ehtiyacı yoxdur. Amma bizdə dedi ki, ehtiyac var. Niyə dəyişikliklər? Allahda dəyişiklik yoxdur. Ona görə təkdir. Hətta o 2 dənə olması Allahda dəyişikliyin olması səbəbdir. Təğyir, ehtiyac,
Ona görə 2 dənədə illət axtarıla bilər, illət həqiqi axtarıla bilər. Amma tək bir dənə Allahda illət axtarılmır. Çünki təkdir, kamildir, kəmaldır, heç bir illətə də ehtiyacı yoxdur bunun. Bu misallardan şah deyib qəbul eləmirdi ki, bu dünya boş şeydə Allah yaradı belə, öz-özündən yaranır bu. Heç Allah yox, nə bir şey. Bir gün vəzir əmr edir adamlarla, şahın həmişə ova getdiyi yerinin bir dənə ev tikirlər, yaxşı bir dənə qəşəng iqamətgah tikirlər. Şah keçəndə deyir ki, bu iqamət kimindir? Vəzir deyir ki, yağın sahibinindir də. Sahibi kimdir? Sahibsizdir. Adam göndərir, gedir görür, heç kəs yoxdur. Vəzir deyir, sahibsizdir bu iqamət. Necə olub tikilib bu? Sahibi də yoxdur. Vəzir deyir, işte, şah sağ olsun, öz-özünə, yağın öz-özünə tikilib də. Şah vəzirə deyir, ələ salırsan məni, dolanmışsan məni qala. Necə öz-özünə tikilib? Deyir, orada vəzir deyir ki, şah sağ olsun. Bu boyda dünya öz-özünə yarana biləndə, bu boyda ev öz-özünə, iqamətgah öz-özünə tikilə bilməz. Şah orada səhvini başa düşür, başına salar. Başqa bir məsələn, bunun üçün nəql olunan hadisə Enişteynin barəsində nəql olunur. Yazırlar ki, Enişteynin bir yaxşı dostu var idi. Sonra yaxşı dostu idi. Bu, Enişteynin bir də küçüğü. O dost ateist idi, Enişteyn Allah pərəst idi. Enişteyinlə bundan hər söhbət olurdu Allah barəsində, bu qəbul eləmirdi. Bir müddətdən sonra Enişteyn bunu qonaq çağır, bu Enişteynin otağına bir də girəndə görür ki, Enişteyndə bir dənə bir şey düzəldir, mexanikli kimi bir şey düzəldir. Elə bir yer kürəsi, günəş, ay, əlinlə belə fırladırsan, buna özəlcə fırlanır, hərəkətə keçir, qəşən belə bir şey düzəldir. Enişteyinə deyir, harada düzəltmirsən bunu? Haradan almışsan bunu? Kim düzəltdi sənin üçün? Nə qəşən şeydir. Enişteyn deyir, yox, hələ öz-özünə burada düzəlib. Enişteyn zarafata qoy bərabər, öz-özünə, kim düzəlib? Qəşən mən də düzəldim. Deyir, şunu, sənin də evində bəlkə görsün, indi görərsən, öz-özünə bəli bir şeylər düzəlir. Enişteyn mənə ələ salırsan, yox, kim sənə ələ salır? Olan şey budur, öz-özünə düzəlib, vəssalam. Axır bu görür ki, Enişteyn bunu ələ salır, bu heçdən də çıxır gedir. Enişteyn hara gəlsən? Deyir da, sənin adda mənim dostum yoxdur, sən məni təhqir elədin, şəxsiyyətimi alçatdın, elə alır. Enişteyn deyir, mən sənin şəxsiyyətimi alçatmadım, mən səni təhqir eləmədim, əlinə də salmamışam. Sən gedirsən bu boyda aləm və biz hər şey öz-özünə yaranır, ehtiyaclı olduğumuz halda. Amma o 2 dənə balaca fiqurun öz-özünə yaranmasına inanmırsan, amma deyirsən, bu boyda hər şey öz-özünə yaranır. Elə biləm, bu qədər kifayət edir. Biz illətin həqiqi nədir, tərifi nədir, məlum nədir, həqiqi illət nədir? Sonra illətin 4 qismi var. Məlul olmağın səbəbi budur ki, dedik dəyişiklik və şübhəyə cavab dövr və təsəssüb və bunların batilliyi ilə məlum olur ki, bu aləmin bir dənə yaradanı var, sahibi var, həqiqi illətdir ki, məlul deyil. Mənim üçün buna əql qəbul elədi. Velhamdülillahi Rabbil aləmin. Sallallahu ala seyyidina Muhammed və əhli beytə.